Tam mexaniki enerjinin saxlanması qanunu. Tam mexaniki enerjinin əvvəl nə olduğunu bilək, sonra saxlanma qanunu keçərik. Tam mexaniki enerji cismin malik olduğu kinetik və potensial enerjilərinin cəmidir. Yəni Y tam bərabərdir Y kinetik üstəgəl Y potensial. Və bunları yerinə yaza bilsək, onu da yazarıq. Y tam bərabərdir. Kinetikin yerinə yaza bilərik. mv kvadrat bölü 2 üstə gəlinsin mgh. Bax, bu da oldu tam mexaniki enerjinin düsturu. Yəni, kinetik ilə potensialın cəmidir. Yay üçün bu düsturu yaza bilərik. Yay üçün yazsaq olacaq. Y tam bərabərdir. mv kvadrat bölü 2 üstə gəlinsin kx kvadrat bölü 2. Bu düsturları mexaniki rəqslər və dalğalar mövzusunda daha ətraflı danışacağıq. Bu tam mexaniki enerjinin riyazi ifadələridir, yəni düsturlarıdır. İndi bir də var tam mexaniki enerjinin saxlanma qanunu. Tam mexaniki enerjinin saxlanma qanunu deyilir ki, saxlanma qanunu. Konservativ qüvvələr təşkil edən sistemdə tam mexaniki enerji sabit qalır. Yəni, Y tam bərabər olur. Y kinetik, üstəgəl Y potensial, o da bərabər konstant. Bu nə deməkdir? Bu o deməkdir ki, kinetik enerji artanda potensial enerji azalmalıdır ki, cəm sabit qalsın. Və yaxud kinetik enerji azalanda potensial enerji artmalıdır ki, cəm sabit qalsın. İndi burada biz kinetik enerjinin potensial enerjidən asılıq diaqramını ya da qrafikini qura bilərik. Kinetikin potensialdan asılı qrafik. Bax, bu formada olacaq. Bu ən qıraq nöqtələr, ən qıraq bu yaşıl nöqtələr tam enerjini verir bizə. Tam enerjini. Məsələn, bu A nöqtəsinə uyğun kinetik enerji buradır. Potensial enerji də buradır. Bura YK1 yazaq, bura YP1 yazaq. YP1. Sonra B nöqtəsinə uyğun. Buraya yazaq YP2. Buraya yazaq Y kinetik 2. Bu da B nöqtəsinə uyğun. Qıraqda olanlar həmişə bizə tam enerjini verir. Mütləq bir dənə nümunəyə baxaq ki, siz söhbətin nədən getdiyini anlayasınız. Tutaq ki, bizə kinetik enerjinin potensial enerjiden asılıq diaqramı verib. Diaqram bu formadadır. Tutaq ki, buraya yazıblar 100. Burada yazıblar 60. Deyir ki, A nöqtəsinə uyğun kinetik enerjini hesablayın. Bəli. Necə taparıq? Kinetiki düsturdan tapsaq, olur, Y tam çıxılsın, Y potensial. Dedi ki, bu qıraq nöqtələr tam enerjini verir. Deməli, tam enerji bizdə 100-dür. Həmin o potensial enerji oxunda da A nöqtəsinə uyğun potensial enerji 60-dır. 100 çıxılsın 60, o da bərabər eləyir 40. Əgər enerjini joule-la götürsək, olacaq 40 joule. Bax, belə bir suallar ola bilər. İndi tam mexaniki enerjinin saxlama qanununu müxtəlif hərəkətlərə tətbiq edək. Birinci başlayırıq sadə hərəkətdən, yəni sərbəst düşmə hərəkətindən. Sərbəst düşmə hərəkəti üçün tam mexaniki enerjinin saxlanması qanunu. Tutaq ki, bax, yer səthidir və yer səthindən müəyyən bir böyük H hündürlüyündən bir cisim sərbəst buraxılır. Sərbəst buraxılır və bunun
V0 sürəti nəyə bərabərdir? Sıfıra. Ən yuxarı nöqtədən, A nöqtəsindən sərbəst buraxılır. İndi bunun bir də yerə dəyən anda sürətinə baxacağıq. Bunun yerə dəyən andakı sürəti də V olsun. Və yerə dəydiyi andakı nöqtə də olsun B nöqtəsi. İndi burada yazıram ki, ən yuxarı nöqtədə, ən yuxarı nöqtədə, ən yuxarı nöqtədə dəyərli şagirdlər nə sıfırdır? V0 sıfırdırsa, hansı enerji sıfır olar? Deyə bilərsinizmi? Kinetik. Bəli, çünki sürət, kinetik enerji sürətə bağlıdır. Deməli, ən yuxarı nöqtədə kinetik enerji sıfırdır. Onda biz tam mexanik enerjinin üstünü yazsaq, Y tam bərabərdir. Y kinetik üstə gəl, Y potensial. Kinetik sıfıra bərabər olduğu üçün onda bu ifadə nə şəkildə qalır? Onda olur 0 plus Y potensial enerji. Yəni tam enerji potensial enerjinin maksimal qiymətinə bərabər olur. Ona da biz yaza bilərik mg böyük H. Deməli, tam mexanik enerji ən yuxarı nöqtədə, yəni A nöqtəsində, yəni ən yuxarı nöqtədə tam enerji hansı düstundan hesablanır? mg böyük H düstundan hesablanır. İndi yerə dəyən anda baxaq kinetik enerjiyə. Yerə dəyən anda. Yazıram bura ki, yerə dəyən anda. Biz ispat edəcəyik ki, yerə dəyən anda da cismin kinetik enerjisini mgh düsturu ilə hesablamaq olar. Yerə dəyən anda h təqribən sıfıra bərabərdir. H sıfırsa hansı enerji sıfır olar sizcə? Kinetik. Potansiyel. Potensial enerji sıfır olar da. Çünki hündürlük sıfırda axı. Potensial olacaq sıfır. Onda biz enerjini saxlama qanunu yazsaq yazarıq. Y tam bərabərdir. Y kinetik üstə gəl Y potensial. Buradan potensial enerji sıfıra bərabərdir. Onda kinetik yerə dayanan, demək tam enerji yerə dayanandakı kinetik enerjiyə bərabər olacaq. Yəni Y tam bərabər olacaq. Biz bilməliyik ki, cisim yerə dayanan kinetik enerjisi maksimum olur. Y kinetik maksimuma. O da bərabər olacaq mv kvadrat bölü 2. Bunu biləndən sonra biz ispat edəcəyik ki, cismin yerə dayanandakı kinetik enerjisi də mgh üstünə hesablamaq olar. Yəni B nöqtəsində kinetik enerji, yəni yerə dəyən andakı kinetik enerji necə hesablanmaq olar? Sizin kiçik köməyinizə ehtiyacım var. Cismi yerə dəyən anda sürəti nətər tapılırdı? Kök altda, buyurun siz deyin. 2 Şey. sağ olun, GH. 2GH. Bəli, 2GH, bəli. İndi bu düsturu gətir, burada yerinə yazacağım. Baxın, Y kinetik bərabərdir. mv kvadrat bölü 2-də bu düsturu yerinə yazacağım. M kök altda 2GH-ın nəyi? Kvadratı. Kvadrat. Bölü 2. Kök gedir də kvadrat kökü itirir, qalır 2GH bölünsün 2. 2-lər getdi, nə qaldı? MGH. İndi biz böyük H ilə işarə eləmişiksə, deməli, yerə dayananda kinetik enerji nətər tapılır? MG böyük H. Deməli, sərbəst üçgen cisim H hündürlüyündən sərbəst üçgen cisimin yerə dəyən andakı kinetik enerjisi də nə ilə tapılır? MGH düsturu ilə nə olur? Hesablanır. Və burada hündürlük azaldığı üçün get-gedə potensial enerji azalır. Get-gedə sürət artdığı üçün kinetik enerji neynir? Artır. Deməli, sərbəst düşən cismin get-gedə kinetik enerjisi artır. Potensial enerjisi isə nə olur? Azalır. Sərbəst düşən cismin kinetik enerjisinin zamandan asılı qrafiki bu formadadır. Bu şəkildədir. Bura T düşmədir, yəni yerə dəyən andakı T düşmə müddətidir. Bu nöqtə isə tam enerjidir.
Potensial enerjinin zamandan asılı qrafiki isə hündürlüyün zamandan asılı qrafiki kimidir. Yəni get-gedə burada hündürlük azaldığı üçün potensial enerji də azalır. Yenə də bu tam enerjidir. Bu isə düşmə müddətidir. Bu iki qrafikə fikir verin. Deməli, sərbəst düşən cismin kinetik və potensial enerjilərinin zamandan asılı qrafikləri. Tam enerjinin zamandan asılı qrafiki isə əgər sistemdə sürtünmə yoxdursa, onda tam enerji zamandan asılı olmayacaq, sabit olacaq. Bax, bu qrafikləri yaxşı öyrənin. Dim topluluqda buna aid suallar var. Sərbəst düşən cismin həm kinetik enerjisi, həm də potensial enerjisi hesablamaq üçün bu düstur kifayət edir. Deməli, V bərabər JT-dir. Sərbəst düşən cismin kinetik enerjisini yazsaq, olacaq mv kvadrat bölü 2. M vurulsun, V-ni yerinə nə yazmaq olar? JT-nin kvadratı yazmaq olar. O da eləyəcək mj kvadratı t kvadratı bölü 2. İndi ispat etmək olar ki, potensial enerji də o üstünə hesablanır. Y potensial bərabərdir mgh-dır. Doğrudurmu? Və burada h, sərbəst düşən cisim h nətər tapılır? Deyin. Kömək eləyirəm. J vurulsun. Buyurun, desəz yaxşı olar. JT kvadrat bölü. Sağ ol, aynı gəl. JT kvadrat bölü 2. Bu ifadəni aparıb burada yerinə yazsaq nə olar? mj, h-ın da yerinə yazacağım. JT kvadrat bölü 2. Olacaq m, j-ni j-yə vuranda j kvadrat, t kvadrat bölü 2. Deməli, sərbəst düşən cismin də sürəti kinetik enerjisi mj kvadrat, t kvadrat bölü 2 ilə tapılır. Potensial enerjisi də bu düsturdan tapılır. Çox məşhur düsturlardır. Bu düstur dim topluda, dim qəbulda bu düsturdan çox istifadə olunur. İndi biz sərbəst düşən cisim üçün şaquli, daha doğrusu sərbəst düşən cisim üçün tam mexaniki enerjinin saxlama qanunu yazdıq. İndi şaquli yuxarı atılmış hərəkət üçün bunu yazacağıq biz. Yazıram buradan ki, şaquli yuxarı atılmış cisim üçün tam mexaniki enerjinin saxlama qanunu. İndi cismi yer səthindən götürmüşük V0 sürəti ilə şaquli yuxarı atmışıq. Bu cisim J sərbəstləşmə təcili aşağı yönəlir. Sürətlə təcil əks istiqamətdə olduğuna görə o əvvəlcə sürəti azalacaq. Sürəti azaldığı üçün kinetik enerjisi azalacaq. Ən yuxarı nöqtədə son sürət 0 olacaq. Yəni, ən yuxarı nöqtə dediyim maksimal qalxma hündürlüyündə son sürəti 0 olacaq. Və orada təbii ki, kinetik enerji də 0 olacaq. Sonra bu cisim başlayacaq sərbəst düşməyə. İndi biz atılma anında, yəni ən aşağı nöqtədə başlayırıq. Yazıram bura ki, atılma anında. Atılma anında və mötəzədə yazıram ki, ən aşağı nöqtədə. Ən aşağı nöqtədə. Yəni, atılma anında görürsünüz ki, cismi yer səthindən atdıqları üçün H təqribi nəyə bərabərdir? Sıfıra. H sıfıra bərabərsə hansı enerji sıfır olur şagirdlər? Potensial enerji sıfır olur. Onda tam mexaniki enerjini hansı düstuna yaza bilərik? Deməli, yazırıq. Kinetik. Bəli, deməli, Y tam bərabərdir. Yazıram. Y kinetik, üstə gəl. Y potensial. Atılma anında potensial enerji sıfıra bərabər olduğuna görə onda yazacağıq ki, Y kinetikin hansı qiymətinə bərabərdir? Başlanğıc qiymətinə bərabərdir. Çünki Y V0-dan atılıb baxır. Deməli, tam enerjini
kinetik enerjinin başlanğıc qiymətinə bərabər eləmək olar. Yəni mv0 kvadrat bölü 2-yə bərabər etmək olar. Deməli, tam enerji hesablaya bilərik mv0 kvadrat bölü 2 ilə. Sonra hesablaya bilərik p0 v0 bölü 2 ilə. Sonra hesablaya bilərik p0-ın kvadratı böl 2m üstündən hesablaya bilərik. Lori dildə desək, yadda qalan dildə desək, indeksində 0 olanlar tam enerjidir. İndeksində 0 olanlar nəyi verir? Tam enerji. Bildinizdə niyə elə oldu? Yaxşı. İndi bunu bildik ki, atılmanın da kinetik enerjinin başlanğıc qiyməti, deməli, buradan ayrıca yazıram. Tam enerji kinetik enerjinin başlanğıc qiymətinə bərabərdir. İndi ən yuxarı nöqtəyə baxaq. Ən yuxarı nöqtəyə baxırıq. Ən yuxarı nöqtədə burada qeyd etdiyimiz kimi 0 olur. Son sürət 0 olur. Sürət 0-dırsa hansı enerji 0-dır şahiddə? Kinetik. Kinetik enerji 0-dır. Onda yazırıq yenə də tam enerjinin üstünü yazırıq. Y tam bərabərdir. Y kinetik üstə gəlsin Y potensial. Kinetik enerji getdi 0-a. Və burada alırıq ki, Y kinetik bərabərdir. Y tam bərabərdir. Y potensialın hansı qiymətinə? Maksimal qiymətinə. Bəli. Onda Y tam bərabər olur. Y potensial enerjinin maksimal qiymətinə. Yəni, mg nə? Böyük yaş. Mg böyük yaşa bərabər olur. Bunu mütləq şəkildə qeyd etmək lazımdır ki, mg böyük yaşa bərabər olur. Yaxşı. İndi tutaq ki, ortalarda bir nöqtədədir. Bax, burada yer səthindən kiçik h hündürlüyündə bir K nöqtəsi var. Nə ən yuxarı nöqtədə deyil, nə də ən aşağı nöqtədə deyil. O nöqtədə həm kinetik enerji var, həm də potensial enerji var. Yazıram ki, yer səthindən h hündürlükdəki